Şeytanın duası. Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar və qarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid, kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda, tənhalıq yuxusundaydı. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir hürkü var idi. Bu şəhər gündüzləri bərbəzə ilə bəzənən, süslənən, daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıb, yataqlarında uyuyan, əsl simalarında eybəcər olan gözəlçələrə bənziyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənziyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı. Bu məscidin çəkdiyi ah idi. Axır ki, onu yada salan olmuşdu. Amma bu sevinç ahı bir an içində qəm fəryadına çevrildi. Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi. Şeytan məscidin çirkli xalçasına, rəflərdəki toz basmış Quranlara, köhnə minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə, minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və 3 gün özünə gələ bilməmişdi. İndi isə boş məscidə baxır və yazığı gəlirdi. Düşmənlərinə yazığı gəlirdi. Biraz irəlilədi, üzünü qibləyə tutdu və diz çöktü. O özü də bilmirdi nə edirdi, amma əlacı yox idi. Əllərini açdı və duasına başladı. Bismillahirrahmanirrahim. Ey uca və qüdrətli Allah! Sənə dua etmədiyim 100.000 il oldu. Özün bilirsən, sənin rızan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma düşür. Cəbrail, Mikail, İsrafil, Əzrail yadıma düşür. Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yarattın və mən günaha batdım, böyük günaha. Məni oradan qovdum, mənə cəhənnəmi qismət etdin. Yox, mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən, kədərləndirən elə budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram, uca Allah, mənim bir duamı qəbul et. Yalvarıram, dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram, dünyaya yaxşı insan gətir. Qara libaslı bu, yad duasını bitirib, göz yaşlarını silib, yavaş-yavaş addımlayıb məsciddən çıxdı. Qara libası yerlə sürünərək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu.